Salam, sabahınız xeyirli, uğurlu, gününüz xoş, mənalı, ruzili, bərəkətli keçsin inşallah. Mənim əziz, dəyərli, gözəl YouTube ailəm, necəsiniz, nətərsiniz? Allahın izni ilə inşallah ki, hər biriniz yaxşısınız. Allah hər birinizi qorusun, hər birinizin günü, hər vaxtı xeyirli olsun, bərəkətli, sağlıqlı olsun. Allah hər birinizin, hər birimizin ruzisini yetirsin, sağlığını versin inşallah. Bugünkü vloqum sizlərlə birlikdə bəhməz bişirmək olacaq. İnşallah mamamgilə gedəcəm. Orada birlikdə cəmi bütün ailəmiz birlikdə tut çırpacağıq, bəhməz bişirəcəyik. Ondan əvvəl həyətdə biraz işlərim var idi. Bildiyiniz kimi bizim həyətimiz hələ remontdur, yəni belə deyək, daş zad yerə düzülməyib. Sadə bir həyətdir. Oranı mən Gülistana çevirmək istəyirəm. Gücüm çatdığı qədər istəyirəm ki, biraz gözəlləşdirəm. Belə bura daş düzdüm, kərpicimiz var idi, onu düzdüm, güllərimi yığdım. Həmin o oturduğumuz bura qoydum ki, rahat orada qəşəng, gözəl bir axşam çayları, nə bilim səhər yeməkləri yeyə bilək, orada oturub gözəl bir vaxt keçirə bilək. Belə bacardığım qədər çalışıram ki, gözəllik az da olsa yarada bilim. Allah özü hamının ruzisini yetirsin, sağ can, saf bədən versin inşallah bizlər də içində. Mənim əzizlərim, baxın mənim bu gözəl gülmə. Adı Azan gülüdür. Görün nə gözəldir. Görün Allah buna necə gözəllik verib. Gözəl rəngi var. Gözəlliyi, yəni baxdıqca adam doymur da bu gözəllikdən. Allahın verdiyi bu nemətlərinə sonsuz şükürlər olsun. Hərəsinin öz gözəlliyi, öz rəngi, öz ətri, nə bilim özünə malik düzülüşü. Allaha sonsuz şükürlər olsun. Bugünkü səhər yeməyimdə belə sadə yumurta bişirdim. Yanında pomidor, xiyarı, belə bir səhər yeməyini tələsik yeyirəm ki, tez gedim. Gün çox şığımamış, yəni isti çox düşməmiş, işlərimizi həll eləyə bilək. Kənd həyatını sevənlər, mənim əzizlərim, hazırsınızsa, elə isə getdik bəhməz bişirməyə. Gəlin birlikdə bəhməz bişirək. Burada mamam qazanlarımızın ləyənlərinin altını dərmanlı, palçıqlı vasitə ilə dərmanlayır ki, hissi yuyulanda tez geçsin. Ana suyu azdı, su tökək. Az kadar bir yerin palçık karşısında ne var? Düşərsən. Sən düvərə çal. Qardaşım parçık verdi mənə. Beləcə biz Ana, biraz ailəlikcə tökürəm, biraz usul olsun. böyük bir məsəl üçün bəhməzdəyim bişirəcəksə, hədik bişirəcəksə, xəngəl bişirəcəksə, ailəcən hamımız toparlaşırıq. Belə mamamın başına yığışırıq, mamam öz balalarını öz başına yığır və belə əl-ələ veririk, danışırıq, gülürük. Mamam ürəyi açılır belə balaları yanında olanda. Nə bilim, əl-ələ verib xəngəl olsun, yuxa olsun, qutab olsun, hər şeyi əl-ələ verib bişiririk ailəcən. Allah bu birliyimizi əlimizdən almasın. Allah hamını mehriban eləsin. Allah dünya 5 günlükdür. Can deyib can eşitmək ən gözəlidir. Həm insanın özü, öz ruhu sakit olur, rahat olur. Həm də belə mehribançılıq olan yerdə də ruzi-bin bərəkət olar deyiblər. Çox şükür Allah birliyimizi əlimizdən almasın. Allah hamını mehriban, valideynləri də yanında sağ-salamat eləsin. Mənimki də, mənim anam da içində.
lazım yerine koy görsünüz. Yeyip düşdü. Yukarı mı lazım? Bir koy da yetsen. Şey söylemese bir söz geldi. Kafiyen düzdüm dalmadala dedim canım böyle durup. Hadi sen kanamıram bir de okşamısan ta aynı tarafa dedim. Ha daha ne de tarafta da var. Hadi götürün. Hadi götürün. Ufaklarlık dedim. Aksana. Bereketli olsun anam. Bereket olsun, bereket. Allah bereket versin. Ha, Allah sen Allah başımızdan hayırlı şey eylesin. eylesin dersen. Bereketli olsun anam, bereketli olsun. Allah belə şirin ağızla, xeyri ilə qismət eləsin. El obanın hamısı, bax belə ləzzətli şeylər hazırlar. Öyrənsinlər, bilsinlər, eləmək lazımdır. Gəl. Qalk, gəl. Anam böyle bir kazandım, ne boşaldınız? Dərmanlı deyil axı, bundan da qalan. O kişi olması kazan. Onu qaynam. Qar olmasın. Bildi mi? Bildi mi? Bunu kaldırdım, onu boşaldacağım. Qıdan alım. Ne işini qurban olar bibi? Səhrəcə, Melisə kömək eləyir balam. Qıdan alım. Salam. Mama birini də ver o Zəhracan töysən. Hə, verəcəm. Qoy mən tapdım. Götür quflə ilə tök. Qoy biraz, Aşkım məli işir olacaq yenə. qoy biraz əzək. Ver, çox tutmasın. Sen yumruk ayazın. Öyle. Görüyor musun? Ha. Hə, suyundan ala bilər yana. Anam, yolunu su iç. Aynen. Öyle hemen hemen. Bundan çok görüyorum. Yandır. Ay Lena, ay Nazlı. Sen. Baba. Gül temiz tutun. Maşallah gül kimidir. Neyinirsən ana? Allah canını can sarı versin. Kəfini yığıram. Sarı köynəyini. Bəh, qoxusuna bax ay Allah. Yerində ucu fasilə gəlib. Nəlbəkində gətir yenə bax. Sar köynəyin iyi, o qədər gözəl gəlir. Kebabımız da pişti. Çox şükür. Elhamdülillah. Verdiyi nimətlərinə şükürlər Mən olsun. dedim bıçaq hazırdır. Orada hələ. Hə, elə heylə dana 3 azalır. Nəlbəkin gətir qaşıqla. Bir də yoxlayaq, baxaq götürürəm. Hə, yaxşı, gətirək. Rengi anam adama gel. Elə. Bismillahirrahmanirrahim. Geçen. Durudu yok. Şey. Öyle mi? Biraz da katılaşacak öz kaldı. Sən soğuk oynardıq bir dəqiqə.
Soyana kıvamı alınacaq. Beləliklə, çox şükür, bəhməzimiz də hazır oldu. Allaha min şükürlər olsun, verdiyi nemətlərinə şükürlər olsun. Mənim əzizlərim, bizi sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, dəstək olmağı, bəyənməyi unutmayın. Hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.